Hoş gördük hamını, bu grupta olanların hamısını. Ben burada Mehri xanımın sualını biraz kısa cevaplandırmak istedim. Yazmak biraz mənim üçün çətindir. Çünkü adam orada tam fikrini bildirə bilmir yazanda. Ona görə mən fikirləşirəm ki, danışmaqla daha yaxşıdır. Səslə daha yaxşıdır. Sual belədir ki, varmı səmavi dinlərdə reinkarnasiya anlayışı? Məsələn, Quran-ı Kərim, İslam fəlsəfəsində, İncildə. Mən növbəti seminarın mövzusunu elə əslində belə qoymuşam, karma və reinkarnasiya, və fikrimdə var ki, bunu çox ətraflı, bütün incəliklərinə qədər orada biz açıqlayaq, xırdalayaq. Eyni zamanda da belə məsələnin bu tərəfinə də baxaq orada ki, reinkarnasiya anlayışı nədir? Amma burada mən fikirləşdim ki, baxıram ki, burada kısa bir məlumat xarakterli mən nəsə demək istəyirəm. Bu hal-hazırda dediyim kısa məlumat xarakteri daşıyır. Amma bu məsələni biz seminar şəklində keçirdib analiz eləməliyik və onu da yazmalıyıq, qoymalıyıq bütün maraqlananlar üçün. Orada Quran-ı Kərimdən sitat gətirilir 17:5 və onun ətrafında mən son 30 ildə bəlkə nə bilim neçə yüzlərlə dəfə mən bu ayəyə, bu məsələyə izahlar vermişəm, gətirmişəm. Bütpərəstliklə eyni zamanda. Həm bütpərəstlik də belə bir problemdir və bu reinkarnasiya məsələsidir. Bu sizə onu demək istəyirəm ki, reinkarnasiyasız heç bir təlim mövcud deyil və o mövcud ola da bilməz. Mümkün deyil ki, təlim, ilahi təlim olsun, Tanrıdan gəlsin və orada reinkarnasiya anlayışı olmaz. Bu mümkün olan şey deyil. Bu əgər mümkündürsə o ilahi deyil, o insan əməlidir. Yəni ilahi xarakterli deyil, insan əməlidir. Amma ilahi xarakterlisə, yəni bu Tanrıdan gəlibsə, Tanrıdan ötülübsə, çünki reinkarnasiya kainat səviyyəli bir elmdir. Reinkarnasiya inanc deyil ki, kimsə buna inanır, kimsə buna inanmır. Bu belə deyil. Reinkarnasiya kainat səviyyəli bilikdir, elmdir o. Bu bütün mövcud dini, fəlsəfənin, biliyin, elmin, nətər deyirlər, ana xəttidir, özəyidir, canıdır. Reinkarnasiya olmayan yerdə, reinkarnasiya barədə bilik olmayan yerdə, orada deməli, küllü miqdarda cavabsız suallar qalır. Küllü miqdarda. Sonra orada ədalət prinsipi, gözəl Məhəmməd qardaşımın dediyi kimi, orada ədalət prinsipi pozulur. Allah adildir, yəni Allah ədalətlidir ki, insana bir dəfə şans versin. Bu bir balaca materialist baxışa əsaslanır. Mən təəssüflər olsun onu demək istəyirəm ki, materialist dünya görüşü nə deməkdir? Materialist dünya görüşündə insanın öz şəxsiyyətini cismi ilə eyniləşdirməsi çox, necə deyirlər, möhkəm oturubdur da. İnsan öz şəxsiyyətini cismi hesab edir. Bu ət, sümük, qan, bunlar hamısı bir yerdə elə mənəm. Bundan o tərəfə heç nə yoxdur. Materialist dünya görüşüdür bu. Və bu əsaslanıbdır Darwinin təkamül nəzəriyyəsinə ki, insan bir dəfə təzahür eləyibdir, canlılar və ibtidaidən aliyə doğru tərəqqi eləyiblər.
təkamül eləyiblər. Bir hüceyrəli amiyöblərdən başlayıblar. İndi gəlib çıxıb insan formasına. Bu təəssüflər olsun ki, bu saatda institutlar, universitetlər, təhsil müəssisələrinin hamısı dayanmadan elə bu prinsipin üzərində təlim keçirlər. Amma bu təkamül nəzəriyyəsi olduqca məntiqsiz bir şeydir. Yəni arxasında məntiq yoxdur. Dərin məntiq yoxdur. Və bunun təkamül nəzəriyyəsinin Veda fəlsəfəsində mükəmməl təsviri var. Mükəmməl surətdə təsvir olunur ki, təkamül nə deməkdir? Yəni mən bunu burada açıqlamaq fikrim yoxdur çünki onun çox vaxt aparacaqdır. Amma Vedalarda bunun mükəmməl izahı var. Yəni bunun ətrafında ayrıca bir seminar olmalıdır. Ayrıca bir söhbət olmalıdır ki, mən izah edeyim ki, təkamül nəzəriyyəsi Veda fəlsəfəsinə görə nədir? Real avtoritet fəlsəfəyə görə nədir? Və dünyəvi darvinizmə görə nədir? İndi mən bunu ne üçün danışıram? Ona görə danışıram ki, çünki təəssüflər olsun ki, hal-hazırda dini baxışların üzərinə də xristianlıqda, İslamda dini baxışların da üzərinə bax bu darvinizm çöküb oturubdur. Çox belə necə lazımdır. Çöküb oturub ki, fikirləşirlər ki, mən təəssüflər olsun ki, bəzi Azərbaycanda belə İslam alimlərinin, fəlsəfə alimlərinin yazılarını oxumuşam hətta ki, onlar orada iddia ediblər ki, bundan əvvələ zaman oxu boyunca bundan əvvələ getdikcə biz alırıq ibtidai hər şeyin ibtidaisini. İbtidai insanlar, ibtidai mədəniyyətlər, ibtidai quruluşlar, ibtidai məişət, ibtidai hər şeyin ibtidaisi və eyni zamanda da ibtidai dinlər. Dinlərin də ibtidaisini alırıq. Niyə görə? Çünki bu durubdur Darwinin ibtidaidən aliyə təkamül nəzəriyyəsinin üstündə bu alimlərin baxışı. Ona görə də buna fikirləşirlər ki, deməli geriyə zaman oxu boyunca geri gedəndə biz hər şeyin ibtidaisini əldə edəcəyik. Amma bu 180 dərəcə əksisdir. Yəni bu həqiqətin 180 dərəcə əksinədir. Həqiqət belə deyil. Həqiqət deyir ki, zaman oxu boyunca geri getdikcə bütün sahələrdə hər şeyin daha da mükəmməli ilə rastlaşacağıq. Yəni əslində tənəzzül gedir. Zaman keçdikcə tənəzzül gedir, degradasiya. Tərəqqi getmir, tənəzzül gedir. Bildinizmi? Ona görə də Darwin nəzəriyyəsinin ən böyük əngəli, ən böyük qrexi ondaydı ki, o ruh anlayışını, oradan nədə ruh anlayışını, can anlayışını, ruhi can anlayışını, yəni materiyanın tamamilə əks təbiətinə malik olan mövcudiyyatı orada nəzərə almayıb Darwin. O onu görməyibdir. Bildinizmi? O onu görə bilməyibdir. Çünki onu görməyin, onu görə bilməyin özünün texnikası, taktikası var. Onun özünün elmi var, özünün mütəxəssisi var, özünün öyrənmə metodologiyası var. Hələ belə sadəcə olaraq insan öz başına o şeyləri öyrənə bilməz. İnsanın yəni nə şeyi yoxdur. Girişə icazəsi yoxdur. Ona görə də çox təəssüflər olsun ki, dini fəlsəfənin də, dini təlimin də üzərinə bu şey çöküb ki, nədir ki, dini inancı elmlə nə eləmək, təsdiqləməyə çalışan alimlər, dini təlimin üzərinə də darvinizmi özləri də xəbər olmadan darvinizmi gətiriblər, qoyublar ki, biz zaman oxu boyunca geriyə gedəndə ibtidai hər şeyin ibtidaisi alınır. İbtidai dinlər, ibtidai mədəniyyətlər, ibtidai insanlar, ibtidai məişət, hər şeyin ibtidaisi, sadəsi, cahili deyək ki, belə də. Və bu cür baxışla da ruh anlayışı, ruhi can anlayışı, ruhun vacibliyi məsələsi ikinci, üçüncü plana atılıbdır. Bu cür baxışlar tarix boyu, bu cür elmin təsiri altına düşən baxışlar dində də özünü göstəribdir
və orada reinkarnasiya anlayışını görən olmayıbdır, yaxud da ki, onu itələyiblər ikinci plana, üçüncü plana. Burada məsələnin səmimi tərəfi də var, qeyri-səmimi tərəfi də var. Səmimi tərəfi odur ki, səmimi insan sadəcə olaraq bu barədə biliyə malik deyil. O, ona görə də bunu təkzib eləyir, bunu inkar eləyir. Amma səmimi olmayan insan isə bunun üstünü ört-bastır eləyir, ona görə ki, cənnət planetlərinə getmək məqsədi diqqət mərkəzində, fokusda olsun. Fokusda, diqqət mərkəzində cənnət planetlərinə getmək olsun. Çünki cənnət planetlərində mələklər otururlar, cəhənnəm planetlərinə də demonlar. Demonlar mövcudlar cəhənnəm planet sistemlərində, onlar 7 mərtəbə bizdən aşağıdadır, yer kürəsindən. Amma mələklər 7 mərtəbə bizdən yuxarı cənnət planet sistemlərindədirlər. Bu planet sistemləridir. Ayla günəş də cənnət planet sisteminə aiddirlər. Ona görə də demonический əhval-ruhiyyə demonlarla mələklərin arasında daim müharibə, mübarizə gedir kainatda. Daima. Və həmişə demonik əhval-ruhiyyəli canlı varlıqlar, hansı ki, cəhənnəm planet sistemlərində yaşayırlar. Onların daima mələklərlə arasında müharibə gedir ki, onlar o cənnət planetlərini həmişə orada məskunlaşmağa çalışırlar. Bu Veda fəlsəfəsində, Veda biliyində bu barədə külli miqdarda məlumatlar var, əhvalatlar var, tarixi hadisələr var, külli miqdarda. Mahabharatada, Ramayanada, Veda biliyin hər şeyində. Ona görə də bu demonik əhval-ruhiyyə təsir eləyəndə insan istəyir ki, cənnətə getmək diqqət mərkəzində olsun. Onun üçün də, çünki ruhi can anlayışı, ruh anlayışı, can anlayışı insanı həmən dəqiqə özünü dərk eləməyə vadar eləyir. Özünü dərk eləməyə. Həzrət Əli əleyhissalam deyir, özünü tanıyan, özünü dərk eləyən Allahı tanıyacaq. Bu dini təlimi, dini sistemi istənilən, istər xristianlıq olsun, istər İslam olsun, istər Musanın təlimi olsun, fərqi yoxdur. İstənilən dini sistemi bu, o cənnət cəhənnəm anlayışından qaldırır yuxarı qaldırır, daha mükəmməl səviyyə qaldırır. Nə? İnsanın özünü dərk eləməsi, Allaha dərk eləməsi, həmən dəqiqə insanla, canlı varlıqla Allah arasında olan qarşılıqlı münasibətləri bərpa eləyir, bərqərar eləyir, bərpa eləyir. O da nədir? Sevgi münasibətləridir. Belə olanda insan təmənnasız xidmət platformasına gəlir. Allaha təmənnasız xidmət. Çünki məhz təmənnasızlığın vasitəsilə insan Tanrıya sevgini nə eləyə bilər? Qəlbində aça bilər. Bu dini təlimin məxfi tərəfidir və bunu adətən peyğəmbərlər, imamlar, böyük şəxsiyyətlər, onlar bu məsələləri çox seçilmiş şagirdlərinə danışırdılar. Çünki sevgi məxfi məsələdir. Bu belə ucuz söhbət deyil. Ona görə Həzrət Əli əleyhissalam deyərdi ki, Allaha deyərdi ki, mən nə cənnətin şövqündən səid ibadət edirəm, nə də cəhənnəmin qorxusundan. Çünki belələri azadələrdən deyirlər. Azadə nə deməkdir? Azadə qurtulmuş cana deyirlər. Yəni, insan özünün şəxsiyyətinin cisimdən fərqli olduğunu dərk eləyərək o cismin təsirindən qurtulur. Hələ bu dünyada yaşaya-yaşaya. Buna deyirlər qurtuluş. Bu, dini sistemin 4-cü etapıdır. Qurtuluş. Yəni, burada yaşayır. Ona görə Həzrət Əli deyir ki, belələri azadələrdən deyirlər, qurtulmuşlardan deyirlər. Yəni ki, burada ola özünün cisimdən fərqli olduğunu dərk eləyənlər ki, mən bu ət, sümük, qan, siddiq, nəcis birləşməsi deyiləm. Mən tamamilə buna 180 dərəcə əks təbiətli varlığam. Biz seminarda bunu danışdıq. Bu, din fəlsəfəsinin, həyat fəlsəfəsinin əlifbasıdır. Bu əlifbanı bilməyən insan istər belə insan qabağa gedə bilmir. Ona görə də reinkarnasiya məsələsi bütün dini təlimlərin canında hökmən vardır, hökmən.
bunsuz mümkün deyil. Sadəcə olaraq yenə deyirəm, ya səmimi insanlar, səmimi olan insanlar bunu dərinliyinə gedə bilməyib, səthi keçiblər, ancaq cismani məsələlərdə qalıblar. Ya da ki, qeyri-səmimidirsə, o özü qəsdən bu məsələləri ört-basdır eləyir ki, burada cənnətə gedib daxil olmaq məsələsi fokusda olsun, diqqət mərkəzində olsun. Çünki biz cənnət planetlərinə getməyi planlaşdırırıq. Həzrət Əli əleyhissalam deyir ki, mənə cənnət lazımdır. Allaha deyir, nə cənnətin şövqündən ibadət edirəm, nə cəhənnəmin qorxusundan. Mən sənə ona görə ibadət edirəm ki, sən buna layiqsən. Nəyə? Mənim sənə təmənnasız xidmət eləməyimə. Yəni bu təmənnasızlığa durubdur Həzrət Əli əleyhissalam. Bu təmənnasızlıq nə yapar? Sevgiyə. Deməli, özünü tanıyan Allahı tanıyır. Onun sözüdür. Özünü tanımaqla Allahı tanımağın sonu gəlib ondan bitir ki, insanın qəlbində yatmış Allaha olan sevgi neyinir? Uyanır. Eyni sözü də Cənubi Azərbaycanda yaşayan xanım deyibdir. Onun adı yadımdan çıxdı, bu saat yadıma düşəcəyəm. M hərfi ilə gəlir. Bir mömin xanımdır, Cənubi Azərbaycanda yaşayırdı. O deyirdi ki, o da Allaha deyir ki, Allahım, görsən ki, sənə ibadəti cənnət üçün eləyirəm, onda cənnətin qapılarını bağla mənim üzümə. Görsən ki, mən cəhənnəmin qorxusundan eləyirəm, onda mən cəhənnəmin ən isti bucağına at. Görsən ki, mən sənə bunu sənin rizan üçün, gül camalın üçün eləyirəm, onda bunu mənə əsirgəmə. Bu da görürsünüz, deməkdir ki, insan özünü dərk eləməyə əsas qoyubdur. Cənnətə, cəhənnəmə getməyə yox. Ona görə də biliyi əldə eləyəndən sonra insan özünün biliyi əldə eləmək, biliyə can atmaq qabiliyyətini özünün mənsubiyyəti ilə eləməyəndə, məhdudlandırmayanda, onda belə insan biliyi istənilən mənbədən götürüb öz mənsub olduğu yerə tətbiq elə bilir. Ona görə Məhəmməd Peyğəmbər sallallahu əleyhi eşq olsun ona deyirdi ki, bilik içində olsa onun dalınca getmək lazımdır. Peyğəmbər sallallahu bu sözü elə belə demir. Yəni elə belə demir ki, onun arxasında dərin bir məna var. Əməlli başlı məna yatır onun arxasında. Sadəcə olaraq söhbət kimya, biologiyadan, fizika, riyaziyyatdan ya coğrafiyadan getmir. Məhəmməd Peyğəmbər sallallahu o biliklər demir. Çünki onlar heç bir bilik kateqoriyasında deyillər. Məhəmməd Peyğəmbər sallallahu bilik o şeyə deyirlər ki, o insanı cəhalətdən çıxardır. Cəhalətin birinci elementi odur ki, insan fikirləşir ki, bu ət, sümük, qan, sidik, nəzib birləşməsindən ibarət olan cisim mənəm. Mənim şəxsiyyətimdir. Buna deyirlər cəhalət nömrə 1, cəhalətin giriş qapısı. Bundan sonra deyilir Veda müdriklərdir ki, bundan sonra belə insanın həyata keçirdiyi istənilən fəaliyyət həmən cəhalətin həndəsi silsilə ilə genişlənməsindən başqa bir şey deyil. Ona görə bilik cəhalətin əksi deməkdir. Cəhalətin əksi nədir? Mən bu bədən deyiləm. Mən bədənə fərqli olan 180 dərəcə əks təbiətli, əbədiyyət, bilik, həzdən ibarət ruhi təbiətli canam. Və əbədi mövcud olduğum yer əbədiyyətdir. Bura deyil, bura Tanrının həbsxanasıdır. Buna deyirlər bilik. Məhəmməd Peyğəmbər sallallahu bu bilikdən danışır. Məhəmməd Peyğəmbər sallallahu dünyanın bu mövcud olan analizindən doğan məlumatı demir. Kimya, biologiya, fizika, riyaziyyat, nə bilim, obsi, plan, 5 mövcud. Bunların hamısı, bunlar bilik kateqoriyasında deyirlər. Bunların hamısı mən danışmaqda məqsəd nədir? Reinkarnasiya anlayışını ətraflı başa düşmək. Mən bunu ona görə deyirəm ki, bu seminar mövzusudur. Sadəcə olaraq mən burada bunu başqa cür, bilmirəm bunu başqa cür necə çatdırmaq olar ki, aydınlaşsın ki, mütləq bilik mövcuddur kainatda, mütləq bilik. Mükəmməl, transendental bilik, yəni zamana, yerə, şəraitə tabi olmayan bilik var. Çünki ancaq əbədiyyət mövcuddur. Əbədiyyətin daxilində bu zamanın hökm sürdüyü yer balaca bir dənə yerdir, həbsxana xarakteri daşıyır. Ona görə də qaranlıqdır, zülmətdir bura. Və
Əbədiyyət bu əbədiyyətin daxilindədir. Ona görə də əbədiyyətin özünün fəlsəfi biliyi var, elmi var, transendental biliyi. O bilik Bhagavad Gita'da açıqlanır. Çünki Bhagavad Gita'da Tanrı, Allah, ali şəxs özü danışır. Özü şəxsən. Nə vasitəçisiz, bilavasitə. O transendental səviyyədə bunu verir. Yəni yerə, zamana, şəraitə uyğunlaşdırmadan. Amma həddindən artıq aşağıya düşkünləşmiş cahil insanlara zaman-zaman həmən bu transendental bilikdən güzəştli şəkildə ayrılır, verilir, güzəştli şəkildə. Buna deyilə güzəştli dinlər. O ki, bütün dinlərin hamısı güzəştli kateqoriyasındadılar. Hinduizm, Hristiyanlıq, İslam dini, bütün dinlərin hamısı güzəştli dinlər kateqoriyasındadılar. Güzəşt olunur. Yəni Allah Peyğəmbəri, imamı kimi göndərir ki, o insanların səviyyəsinə uyğun olaraq, bir də onların yaşadığı yerə, zamana, şəraitə uyğun olaraq bunu onlara çatdır. Və orada insan həddindən ziyadə bədən konsepsiyası olanda, müasir dövr insanlar kimi, mən bu bədənə vəssalam. Başqa şeylərin hamısı onun üçün əfsanədir, bunlar hamısı utopiyadır, yaxşı mənada. Cismani konsepsiya olanda, onda belə insana həmən o transendental fəlsəfədən, bilikdən, əbədiyyətin o biliyindən güzəştə getmiş şəkildə, yəni güzəştə getmək deməkdir ki, onun səviyyəsinə düşürlər. Yəni kainat qüvvələri düşürlər belə insanların səviyyəsinə və başlayırlar onun səviyyəsindən bilik verməyə ki, bu tədricən yüksələ bilsin. Buna deyirlər güzəştə getmək. Onun səviyyəsinə düşəndə ona başlayırlar bədən haqqında mükəmməl məsələləri danışmağa. Bədən və bədənin fəaliyyəti. Bədən və bədənin fəaliyyəti. Bədəndən düzgün istifadə eləmək qaydaları. Bax, bu barədə mükəmməl bilik verirlər. Nədən çıxış eləyərək? Yəni, mən əgər bədəndən istifadə eləməyin düzgün qaydalarını alıramsa, həmən dəqiqə sual ortalığa gəlir ki, bu bədəndən düzgün istifadə eləmək qaydaları kimin iradəsinə əsasən verilir? Kimin iradəsinə əsasən? Bu kimin iradəsidir? Sual. Bu məhz bütün dini fəlsəfələrin, Quran elmini, İncil elminin diqqətlə kim oxuyursa, transendental bilikdən xəbər ona da. Görür ki, bu fəlsəfələrin hamısının mahiyyətində, fundamentində oturubdur bu. Nə? Yəni ki, bədənə qoyulmuş istifadə qaydaları, bədəndən necə düzgün istifadə eləmək, bədən və bədənlə əlaqədə olanlarla necə düzgün münasibət qurmaq, cisim ki, bu insanı tədricən bədən konsepsiyasından yuxarı yavaş-yavaş qaldırsın, tədricən. Ona görə bədəndən istifadələri cürbəcür çərçivələr, qadağalar, məhdudiyyətlər qoyulur. Və ona görə də orada deyir ki, düşünən kəslər üçün ayələrdə dərin məna var ki, fikirləş görür ki, bəs bu qadağaları, bu çərçivələri, məhdudiyyətləri nə üçün qoyurlar? Bu kimin iradəsidir? Bunun arxasında nə durubdur? Bunun arxasında o insana ki, hələ başa salmaq çox çətindir ki, sən bu cisim deyilsən, ruhi cansan, ruhi varlıqsan. Ona deyirlər ki, belələrini müjdələyin ki, bu ondan ötürü ki, siz cənnətə buraxaq. Cənnət planetlərinə. Cənnət planetləri nə deməkdir? Cənnət planetləri maddənin nəcib formalarıdır. Nəcib maddədir, amma yenə maddi aləmdir. Bu dünyadır. Cənnət də bu dünyadır. Hələ cənnət əbədiyyət demək deyil. Cənnət Allahın dərgahı demək deyil. Cənnət də bu dünyadır. Burada hələ bu ölümlü, itimli dünyadır. Cənnət də buradır. Cəhənnəmdə bu bizim yer planetidir. Amma cənnət bu nəcib mövcudiyyatdır və materiya nə qədər nəcibdirsə, o qədər də onun həzzi güclüdür. Həzzi güclüdür. İstənilən şey nə qədər nəcibdirsə, o qədər qüdrətlidir. Ona görə bizim bədənimizdə çakralar vardır. Bunu yoga izah eləyir. Bizim bədənimizdə çakra sistemi var. Yəni, transendental bilik bunu bu cürdə izah eləyir. Deyir, insana baxın, insan bədəndə 7 dənə çakra var. Aşağıdan başlayır torpaq çakrası, yuxarı qalxanda su çakrası, sidik hissəsinin üstədir. Ondan yuxarıda od çakrası, günəş kələfi, göbək nahiyəsindədir. Ondan yuxarıda hava çakrası,
Ağciyərlərin üstədir. Ondan yuxarıda efir çakrası, boğazdadır, səsin yarandığı yerdə. Ondan yuxarıda iki qaşın arasında ağıl çakrasıdır. Ondan da yuxarıda, lap yuxarıda, başın yuxarı hissəsində, bu da dərrəkə çakrasıdır. 7 dənə çakradır. Bu çakra sistemləri bizim bədənimiz, kainatın mini modelidir. Tanrı ona görə deyir ki, insanı özümə bənzər yaratmışam. Kainatın mini modeli bizim bədənimizdir. Aşağıda, ən aşağıda ayaqların arasında torpaq çakrasıdır. Torpaqdan yuxarı sudur. Sudan yuxarı oddur. Oddan yuxarı havadır. Havadan yuxarı efirdir. Efirdən yuxarı ağıl, ağıldan yuxarı dərrəkədir. Bunların yaranışı bu cür baş verir. Ruhun materiya çevrilmə prosesi bu cür baş verir. Bunlar biri-birindən təzahür edirlər. Dərrəkədən ağıl yaranır, ağıldan efir yaranır, efirdən hava yaranır, havadan od yaranır, oddan su yaranır, sudan torpaq yaranır. Bu yaranma prosesi bu cür baş verir. Ona görə də burada geriyə prosesi də var. Torpaq ən kobud səviyyədir. Su biraz ondan nəcibdir. Məsələn, biz ikinci səviyyədəyik, su səviyyəsindəyik. Ona görə də deyilir ki, bizim bədənimizin 78% sudur. Bax, yaşadığımız planetin də baxın, 6'da 1 hissəsi qurudur, 5 hissəsi sudur. 6'da 1 hissəsi qurudur. Və bütün canlıları burada hamısı bədəninin 78% sudur. Bildinizmi? Bizdən yuxarı günəşdir. Günəş üzərində həyat vardır, oddur. O, biz sudan daha nəcibdir. Ona görə günəşin üzərində yaşanılan həyat bizim həyatımızda minlərlə dəfə gözəldir və nəcibdir. Ondan yuxarıda havadır. Ondan yuxarıda bax belə efirdir. Məsələn, ayın üzərində efirdir. Ayın üzərində ay efir planetidir. Yəni orada yaşayan canlıların bədəninin 78% efirdir. 22% yerdə qalanlar. Ona görə də buradan alimlər olan şəklin çəkində baxırlar, orada heç kim yoxdur. Efirdən olan bədənləri görmək mümkün deyil axı. İndi bunu mən nə üçün danışıram sizə? Bunun üçün danışıram ki, cənnətə getmək, yəni ki, daha insanı, ona hələ ruh haqqında bilik vermək mümkün deyil. O buna hazır da deyil, o bunu heç qəbul eləmək istəmir. O hələ bədən səviyyəsindədir. Bədən, mən bu bədənəm vəssalam. Razılaşır ki, ruh vardır və öləndə insanın ağzından çıxır, geri hardasa durur, gözləyir ki, onu qiyamət günü gəlib çatanda arasa gün. Bu güzəştli dini fəlsəfənin mütəxəssislərinin izah taktikasıdır, metodikasıdır ki, bu cür insanlara bunu necə şəkildə izah eləsinlər. Bu cür insanlara bunu nə şəkildə izah edib saxlasınlar. İkinci sinif şagirdinə nətər izah edə bilərsən ki, trigonometriya nə deməkdir? Kvadrat tənlik nə deməkdir? Fizikanın, deyək ki, ümumdünya cazibə qanunu nə deməkdir? Sənə onu izah eləmək məcburiyyətində qalsan, sən onu çalışsan, uşağın dilində nəsə, oradan-buradan biraz bənzədəsən, deyəsən, amma tam olduğu kimi sən o qanunu uşağa izah edə bilməzsən. Bildiniz nətəri? Ona görə də dinin alimləri, İslam dinini, ya Xristian dinini, səmimi insanlar, alimləri, mütəxəssisləri, onlar bu kütləyə bunu necəsə izah eləmək lazımdır ki, hansısa bir səviyyədə bunu saxlamaq lazımdır ki, bu insanlar özlərinin ibadətlərini davam eləsinlər. Ona görə onlara bu səviyyədə saxlayırlar ki, hə, bax, belədir. Ruh bədəndən çıxanda gedir filan yerdə gözləyir ki, qiyamət günü gəlsin. Çünki bu tamamilə bədən konsepsiyasındadır. Bu fikirləşir ki, qiyamət günü gələcək, bizim bədənlərimizi qəbirlərdən qaldıracaqlar və biz orada verəcəyik, nə deyirlər, imtahan verəcəyik. Bunlar üçün həqiqətin uyğunlaşdırılmasıdır ki, bunlar hələ bu səviyyədədirlər. Bunlar cismani səviyyədədir bu. Cisimdən o tərəfə bilmək istəmir bu. Bunun buna potensialı da yoxdur. Bunun buna şuuru da yüksəlmir. Məsəl üçün 1500 ildən sonra bugün dindirirsən, adam deyəndə mən müsəlmanam, hələ də deyir ki, mən heyvanların başını kəsib ət yeyəcəm, müsəlmanam, Quran mənə icazə ver. 1500 il keçibdir. Amma onu xırdalayıb izah eləyən dibindən mən göstərəndə görəcək ki, o heyvanların ətini yemək müəyyən çərçivəyə salınıbdır ki, sən tədricən o çərçivəni yığışdırasan. İstənilən şey çərçivədə icazə verilirsə, bu deməkdir ki, onu eləməmək idealdır. Bu məntiqdir.
Bu din fəlsəfəsinin məntiqidir. İstənilən şey müəyyən çərçivədə həyata keçirilməsi icazə verilirsə, onu eləməmək idealdır. Ona görə düşünən kəslər üçün ayələrdə dərin məna var. O başa düşməlidir ki, çərçivə ona görədir ki, çərçivə nə deməkdir? Qayda, qanun, bu cür qidalan. Başa düşdünüz? Buna deyirlər çərçivə. Demir hansı heyvan gəldi ətin ye, demir necə gəldi ye. Yox, çərçivə qoyub. Bu heyvanları bu qaydada, bu şəkildə, bu dua ilə buna deyirlər çərçivə. Çərçivənin məqsədi ondan ötə ki, insan o çərçivəni getdikcə daraltsın və nöqtəyə məhv eləyənə qədər, yox eləyənə qədər. Amma onu daraltmayanda o çərçivə başlayır genişlənməyə. Ondan sonra müsəlman deyən kəs çox rahatca donuz ətli yeyə bilir, araq da içə bilir və deyir mən müsəlmanam. Buna deyirlər çərçivənin genişlənməsi. Çünki onu daraltmadı. Çərçivə də bir yerdə qalan şey deyil. Düzdürmü? Ona görə də düşünən insanlar üçün orada ondan ötürüdür ki, tədricən bu güzəştli dinlərdə, güzəştli prinsiplərdə tədricən insan yüksəlsin. Tədricən başa düşsün ki, Həzrət Əli əleyhissalam görürsüz yetişmiş, yəni İslam dininin yetişmiş meyvəsidir. Həzrət Əli əleyhissalam belə necə lazımdır yetişmiş, daha mükəmməl şəxsiyyətdir. Deyir Allaha, mən nə cənnət üçün ibadət edirəm, nə də cəhənnəmin qorxusundan. Çünki belələri azadələrdən deyirlər. Yəni belələri özünü cisimdən azad eləməyiblər. Cisimdən başa düşməyiblər ki, mən cisim deyiləm, mən ruhi canam. Buna deyirlər qurtuluş. Hələ burada yaşaya-yaşaya. Amma Həzrət Əli əleyhissalam qurtulmuş şəxsiyyət idi. O başa düşürdü bunun hamısını. Rabiyə yadıma düşdü. O Cənubi Azərbaycanlı olan xanım da, mömin xanım da adı Rabiyə idi. Rabiyə deyirdi onu ki, görsən ibadəti cənnət üçün edirəm, cənnətin qapılarını mənə özümə bağla. Görsən mən cəhənnəmin qorxusunu eləyirəm, onda mən cəhənnəmin isti bucağına at. Görsən mən sənin gül camalın üçün, rizan üçün eləyirəm, onda bu mənə əsirgəmə. Buna deyirlər qurtulmuş şəxsiyyət. Buna deyirlər özünü dərk eləmiş şəxsiyyət. Özünü dərk eləyir ki, bu ət-sümük qan sidik nəsibləşməsi deyil. Amma ki o insanlar ki hələ tamamilə 100% oturublar o şuurun üstündə ki mən bu bədənəm və sələn bu bədəndən oturub heç nə yoxdur. O ibadət eləyir. Belə adamın bədənə aid olan məsələlər belə adama qabardılmış şəkildə verilir. Bədəndən düzgün istifadə elə qaydaları, bədənə aid olanlarla özü düzgün aparma qaydaları buna başa salınır. Amma düşünməlidir ki, bəs bu qaydaların arxasında kimin iradəsi durur? Kimin iradəsinə əsasən deyilir ki, bu bədəndən belə istifadə edir? Məsələn, biz nəyə görə gözəlliyə can atırıq? Qaşımızı, gözümüzü qadınlar kraskalırlar, gözəl paltar geyinirlər. Səhər dişimizi yuyuruq, axşam dişimizi yuyuruq. Yuyunuruq, gedirik dönə-dönə hamamda çimirik, bədənimizi yuyuruq. Sonra daima can atırıq, gedirik hardasa şənlikdə, musiqidə, nəğmədə, çalıb oxub oynamaqda iştirak eləyək. Niyə görə? Axı bizim bədənimizin 9 qapısı var, 9-undan da çirk ifraz olunur. Gözlərdən də çirk çıxır, burundan da çirk çıxır, ağızdan tüfürdüyü tüfürcəyi yalaya bilməzsən. Qulaqdan da çirk çıxır, hamısından çirk çıxır. Aşağı orqanlardan da çirk çıxır, bədənimizin tükləri də çirkdir, tərimiz də çirkdir. Yəni biz bir meşok çirkin içində oturmuşuq. Bizim bədənimiz bir meşok çirkdir. Ağzına qədər dolu bir dənə çirkdir. Bir meşok çirk. Başa düşdünüz? Rus demişkən qnoy. Bir meşok. Nə qədər regularlı, mütəmadi yuyuruqsa da söravno çirkdir. Bu həqiqətdir. Buna dediyimə deyirlər çılpaq həqiqət. Bu çılpaq həqiqətdir. Başa düşdünüz? Qola istina. Bizim bədənimizin 9 qapısı var, 9-undan da çirk ifraz eləyirik. Və biz bunları daimi yumaq məcburiyyətindəyik. Ağzımızı yumalıyıq, burnumuzu yumalıyıq, qulaqlarımızı yumalıyıq və s. başqa orqanları yumalıyıq. Və onlardan da dayanmadan çirk çıxır. Dayanmadan 24 saat suskada bu 9 qapı çirk ifraz eləyir. Lakin biz dayanmadan gözəlliyə can atırıq. Həzzə can atırıq, xoşbəxtliyə can atırıq, nəğməyə can atırıq, musiqiyə can atırıq, oynamağa, çalıb oxub oynamağa can atırıq. Sonra ətirə, gözəl ətirə can atırıq. Baxmayaraq ki, çirkin içində oturmuşuq, 9 qapısından ifraz edən çirkin içində oturmuşuq, amma dayanmadan gözəlliyə can atırıq. Niyə görə? Bu təzadın dalında nə durub? Kimin iradəsidir? Ona görə ki, bizim şəxsiyyətimiz ruhi can bizim şəxsiyyətimiz. O paklardan pakdır, tərtəmizdir, ətirlidir, gözəldir, səfalıdır.
Xəstələnməzdi, qocalmazdı, ölməzdi. Daima gəncdir. Onun iradəsidir. Onun iradəsidir ki, bizi içərdən eləyir ki, bir bədəni bu cür saxla. Gözəllik, çirkli bədən, tüşdə çirkli, saçı sığallayırsan qəşəngdir. Birini qopardıb atsan, yediyin xörəyin içində tullayarsan gedəcək, yeməyəsən. Amma hələ ki başında da sığallayırsan. Və s. ayaq yoluna getdin. Mən bunları belə bunu dərrakəli insanlar üçün danışıram. Çılpaq həqiqət. Ayaq yoluna getdin, orada 2 dəqiqədən sonra çıxıb qaçmaq istəyirsən. Amma 2 dəqiqə bundan qabaq o sənin içində idi. İndi bunlara baxmayaraq biz daim gözəlliyə can atırıq, daim həzzə can atırıq, xoşbəxtliyə can atırıq, sevgiyə can atırıq və s. və s. Və bu çirkli bədən ola gözəlliyə can atmamız, gözəlliyə axtardığımız bu təzadın dalında nədir? Bunun dalında duran bizim ruhumuzdur, ruhi candır, bizim şəxsiyyətimizdir. Onun iradəsidir. Çünki o bu cürdür. O gözəldir, o həzz içindədir, xoşbəxtdir, o sevgi ilə doludur, o tərtəmizdir, pakdır və o diktə. Eləcə də Quran elminin, fəlsəfəsinin, İncil fəlsəfəsinin, bütün bunların hamısının verdiyi təlimlərin hamısının arxasında, fonunda görürsən ki, burada ruhun iradəsidir. Ruhun iradəsindən də yuxarı Allahın iradəsidir. Çünki Allahla ruh eyni, keyfiyyətcə eynidir, kəmiyyətcə fərqlidir. Ona görə özünü tanıyan Allahı tanıyan. Bu ruhun iradəsi ilə də Allahın iradəsi tamamilə üst-üstə düşür. Bilirsiniz, ruhun iradəsi ilə Allahın iradəsi 100% üst-üstə düşür. Bu mənada din, iki cür dini sistem var. Əsas etibarilə planetdə, kainatda. Biri deyir ki, mən bədənəm, ruhum da var. Bir dini sistem deyir ki, mən bədənəm, ruhum da var. Yəni onu da qəbul edir. Materializmdən fərqli olaraq. İkincisi deyir ki, mən ruhi canam, bədənim var. Başa düşdünüzmü? Mən ruhi canam, bədənim var. Bunların bir-birindən fərqi ondadır ki, o yerdə deyir ki, mən bədənəm, ruhum var. Ora güzəştli prinsiplər göndərilir. Güzəştli dinlərdir. Peyğəmbərlərin hamısının gətirdiyi dinlərin hamısı güzəştli dinlərdir. Onlara görə onlara deyirlər səmavi dinlər. Səma cənnət deməkdir. Cənnətə dəvət edən dinlər. Cənnətdən gəlib deyir, cənnətə də dəvət edir. Bildiniz nətəri? Bir də var transendental dillər. Transendental dinlər, yəni yerə, zamana, şəraitə uyğunlaşdırmayan, heç bir güzəşsiz, həqiqəti çılpaq şəkildə verənlər. Bu Bhagavad Gita kitabıdır məsəl üçün. Açıb oxusa görəsə orada həqiqət çılpaq şəkildə verilir. Heç bir güzəş yoxdur orada. Deyir ki, sən ruhi cansan, bu bədən deyilsən və bu bədənə aid olanların hamısı illüziyadır. Yəni maya, illüziyadır, olmayan şeydir. Ona görə də bilik, ona görə Peyğəmbər sallallahu deyir ki, bilik içində olsa onu dalınca get. Çünki insan din yoluna da gəlmir ki, ancaq sadəcə olaraq formal ibadətlərin eləsin və gözləsin ki, haçan öləcəkdir, gedəcək, haradasa gözləyəcəkdir. Bu elm, dini nöqteyi nəzərdən məntiqə sığışmır. Baxın, görün, Tanrı ədalətlidir, adildir, özü mütləq ədalətlidir. Necə ola bilər ki, əbədi olaraq bir övladların bir hissəsini göndərsin, getsin orada əbədi olaraq istirab çəksin, bu bir hissəsini də göndərsin, əbədi olaraq getsin orada keyf eləsin, həzz alsın. Bu ədalət yoxdur axı burada. Bu bir. İkincisi, insana bircə dəfə şans versin ki, bircə dəfə şansından istifadə eləmədin, qutardıq və salam, yerin cəhənnəmdir. Bu ədalət prinsipinə uyğun gəlmir axı. Üçüncüsü, cənnət planetlərlə cəhənnəm planetlərində bu saat özündə də həyat var, yaşayırlar, düzdür. Və onlar oraya haçan gediblər? Əgər hələ qiyamət olmayıbsa, hələ qiyamət olmayıb axı, bəs onlar oraya haçan gediblər? Bu saatda cənnət planetləri ağzına qədər doludur, canlı varlıqlarla yaşayırlar. Cəhənnəm planetləri də doludur, ağzına qədər orada öz istiraplarını çəkirlər. Qiyamət baş verməyib hələ, bəs onlar oraya haçan gedib düşüblər? Haçandan oradadılar. Ona görə də səmimi insanlar, Məhəmməd bin Sallallahu soruşurlar, din nədir? Deyir, din səmimiyyət deməkdir. Çox möhtəşəm bir dənə sözdür. Bir sözdür, amma çox möhtəşəm sözdür. Deyir, din səmimiyyətdir. Ona görə səmimi insanları Tanrı həmişə yönəldir biliyin üstünə. Yönəldir biliyin üstünə. Qeyri-səmimi insanları da gözləyir, haçan ki, bunlar səmimiyyətə gələcəklər. O İsa əleyhissalam öz
şagirdləri ilə danışanda deyir ki, heç bir ata övladı ondan çörək istəsə daş verməz. Deyir, heç bir ata övladı ondan çörək istəsə ona daş verməz. Bu nə deməkdir bilirsiniz? Bu deməkdir yəni ki, hər şey övladın səmimiyyətindən asılıdır. O çörək istəyirsə ona çörək verəcəklər. Əgər onun əlinə daş düşsə, deməli o daş istəyibdir. Çünki heç bir ata oğlu ondan çörək istəyirsə ona daş verməz. Bu Peyğəmbər Məhəmməd Peyğəmbərin dediyinin başqa formasıdır. Eyni fikirdir. Məhəmməd Peyğəmbər deyəndə ki, din səmimiyyət deməkdir. İsa Peyğəmbər onu bu cür deyir. Heç bir ata oğlu ondan çörək istəsə ona daş verməz. Yəni insanın istəyindən asılıdır. Səmimiyyətinin gücündən asılıdır. Peyğəmbər sallallahu demişkən, səmimiyyətinin gücündən. İnsanın səmimiyyəti nə deməkdir? İnsan nə qədər çox öz həyat fəaliyyətində, ibadətində nə qədər çox özünün ruhunun rifahını nəzərə alıb eləyirsə, o qədər insan səmimidir. İnsan bütün hərəkətlərində, bütün sözlərində, nitqində, düşüncəsində, əməllərində, bu üç şeydə, həyata keçirdiyi hər şeydə nə qədər çox özünün ruhi can kimi şəxsiyyətinin rifahını nəzərdə alıb, əldə əsas tutub fəaliyyət həyata keçirirsə, o qədər insan səmimidir. Nə qədər çox cismini tutursa, o qədər qeyri-səmimidir. Hələ bundan da yüksək, buna deyirlər ruhi səmimiyyət. Amma var hələ ilahi səmimiyyət. Məhəmməd Peyğəmbərin dediyi hələ ilahi səmimiyyətdir. İlahi səmimiyyət odur ki, insan nə qədər çox özünün nitqi, düşüncəsi və əməlləri ilə həyata keçirdiyi fəaliyyətində Allahın iradəsini, onu razı salmağı, onu məmnun eləməyi nəzərə alırsa, o qədər o ilahi səviyyədə səmimidir. Və əksinə, insan nə qədər çox cisminin rifahını nəzərdə, əldə əsas tutub fəaliyyət göstərirsə, o qədər o qeyri-səmimidir. Ona görə də burada əsas səmimiyyətin başındadır. İnsan nə olsun ki, İslam dinindədir, ya Xristiyan dinindədir, ya Hinduizmdədir, Buddizmdə fərqi yoxdur. Bunlar hamısı bir sistemdir, bir təhsil sistemidir. Əsas məsələ burada rol oynayan insanın səmimiyyətidir. Heç təsadüfi deyil. Məhəmməd Peyğəmbərin soruşanda din nədir? Dedi, səmimiyyətdir. Və Məhəmməd Peyğəmbərin sözü ümumiyyətlə bütün dinlərin hamısına aiddir. Peyğəmbər tək İslam dinini demir. O bütün Məhəmməd Peyğəmbərin sözü Hindusa da aiddir, Buddisə də aiddir, Xristiyana da aiddir. Hamısına aiddir. Hamısına aiddir Məhəmməd Peyğəmbərin sözü. Materialistə də aiddir bu söz. Və bir də onu deyim ki, sizə son olaraq 45 dəqiqə danışıram. Son olaraq onu da demək istəyirəm ki, dini təlim, dini fəlsəfə bir dənədir, bir sistemdir. Belə deyil. İslam dini, Xristiyan dini, Buddizm, Hindu, belə şey yoxdur. Bunların hamısı insanlar tərəfindən verilmiş nisbi adlardır. Bunu insanlar veriblər. Bunu nə Allah veribdir, nə də Peyğəmbərlər. Bu adları. Başa düşdünüzmü? Adları da ənənələrdə insanlar yaradıblar. Nə Peyğəmbərlər yaradıb, nə də Allah. Çünki Allah birləşdirən Allahdır, parçalayan Allah deyil. O şey ki, insanları bir-birindən ayırır, seçir, parçalayır, o demək Allahdan deyil. Allahdan olan hamısını birləşdirəndir. İndi birləşdirmək də o deməkdir ki, bu bir dənə sistemdir, bir bilik sistemidir, bir kainatdır, bir tək Allah var. O tək Allahın tək bir iradəsi var. O istənilən zaman kəsində 124 min yox, 124 min milyon Peyğəmbər də göndərsə eyni sözü təkrar edir. Sadəcə olaraq yerə, zamana, şərətə uyğunlaşdırdığı güzəştli təlimlər var. Bir də yerə, zamana, şərətə uyğunlaşdırmadığı transendental təlimlər var. Əbədiyyətdən danışan. Ona görə də bu bir dənə ümumi təhsil sistemidir. Din təhsil sistemidir. İbadət və mənsubiyyət deyil. Təhsil sistemidir. Yəni biz bura nəyə gəlmişik? Bilik almağa. Bilik alırıq biz burada. Nə özümüz haqqında, Tanrı haqqında. Bu təhsil sistemi ümumi təhsil sistemidir. Bu təhsil sisteminin naziri Tanrıdır. Nazir. Yəni başda duran direktoru, bu məktəbin direktoru Tanrı özüdür. Və bir də bütün bu peyğəmbərlər, imamlar, müdriklər, yogilər, qurular, bunların hamısı da bu məktəbin müəllimləridir. Məhəmməd Məsudullah o məktəbin müəllimidir. İsa əleyhissalam məktəbin müəllimidir. Həzrət Əli əleyhissalam məktəbin müəllimidir. Budda o məktəbin müəllimidir. Konfutsi o məktəbin müəllimidir. Bunlar hamısı o məktəbin müəllimləridir hamısı. İndi burada belə bir dənə məsələ var.
burada qarşılıqlı şey gələ bilər. Deyərlər, kimsə deyər ki, hə, niyə görə bəs onda İslam alimləri yaxud da İslamda deyir ki, Allahı görmək mümkün deyil, reinkarnasiya deyilən şey yoxdur. Amma başqa bir yerdə deyir ki, Allahı görmək də olar, reinkarnasiya da var. Yəni qarşıdurmalar var da. Təkzib, ilk baxışdan bunlar bir-birinə əks göstərir. Necə Məhəmməd bin Əsədullah bir yerdə deyir ki, ay Allahım izin ver mən kasıb yaşayım, öləndə də kasıb ölüm. Çünki kasıblıqla fəxr edirəm. Eyni kitabda Məhəmməd bin Əsədullahın eyni kəlamların içində başqa bir yerdə deyir ki, kasıblıqdan böyük bəla yoxdur. Baxırsan deyirsən bunun ikisində bir peyğəmbər deyib nətər bu bir-birinə əksdir. Onda deyir, fikirləşən, biliyi olmayan insanlar fikirləşirlər ki, bunun onda birini peyğəmbər deyib, o birisini yox. Amma biliyi olandan sonra baxsan ki, yox, bunun ikisini də o deyibdir. Çünki peyğəmbərlər və yaxud da ki, möminlər, ustadlar, bunlar hamısı mütləq həqiqətdən danışırlar. Mütləq həqiqətdə ikilik yoxdur. Orada tamdır. Mütləq həqiqətdə ikilik rastvariya rost demişkən, əriyib gedir. Mütləq həqiqətdə ikilik əriyib gedir. Tanrı Vedalarda deyir ki, Allahsızlıq mənim kürəyimdir, din imanda sinəmdir. Mənim fədailərim deyir, mənə hər tərəfdən ibadət edirlər, arxadan da, qabaqdan da. Bunu dərk eləmək lazımdır. Bunu indi izah eləmək fikrim yoxdur. Amma onu demək istəyirəm ki, bu təhsil sistemində belə bir dənə şey var. Bizim təhsil sistemi kimi. Məsəl üçün, bizim Təhsil Nazirliyimiz var, baxın. Və bu Təhsil Nazirliyinin ümumi birinci sinifdən tutmuş akademiyaya qədər bütün bu sistem Təhsil Nazirliyidir, təhsil sistemidir. Birinci sinifdə oxuyanlara riyaziyyat müəllimi qutarır, gəlir Pedaqoji İnstitutu, Universiteti, riyaziyyat müəlliməsi. Gəlir, ikinci siniflərə riyaziyyatdan dərs keçir. İkinci sinifə. Deyir ki, ikinci sinif tələbəsi baxanda ki, dəftərini yazıb 1 çıxaq 2. O müəllim onu danlayır. Danlayır onu. Deyir, hirslənir onun üstünə ki, sən dəlisən, 1 çıxaq 2 olur bəyəm. Birdən 2 çıxılır, harada görmüşəm belə şey. Və həmən müəllim gedir, bu sinifdən çıxır, növbəti dərsi gedir 8-ci sinifləri. 8-ci sinifdə deyir ki, baxır ki, 8-ci sinif tələbəsi yazıb 1 çıxaq 2 və bilmir ki, cavabı nə edir. O, onu da danlayır. Deyir ki, sən nə qədər küçsən, hələ bilmirsən, birdən 2 çıxanda nə qalır? Gördünüz nətəri? Birinə dedi ki, birini birdən 2 çıxmaq istədiyinə görə danladı. Birini də birdən 2 çıxa bilmədiyinə görə danladı. Deməli, müəllim bilir birdən 2 çıxılır. Amma ikinci sinif uşağın danlayır ki, sən nətər deyirsən ki, birdən 2 çıxılsın? Sən səhv yazmısan. Belə şey yoxdur. Birdən 2 çıxılmır. Və bu ikinci sinif uşağı görəndə ki, 8-də oxuyan birdən 2 çıxır, bu deyir, sən dəlisən. Birdən 2 çıxılmır axı. O haqlıdır. O haqlıdır, düzdür. O birinci sinif uşağı, ikinci sinif uşağı haqlıdır. Tamamilə haqlıdır. Deyir ki, sən dəlisən, birdən 2 çıxılmır. Amma burada əsas məsələ nəyin başındadır? Əsas məsələ onun başındadır ki, 8-də oxuyan çox gözəl bilir ki, niyə görə 2-də oxuyan birdən 2 çıxa bilmir. Ona görə ona ehtiramla yanaşır, hörmətlə. Deyir ki, böyüyəsən, gəlib mənim səviyyəmə çatasan, görəsən ki, birdən 2 çıxılır. Ona görə ona hörmət eləyir. Amma 2-də oxuyan, 8-də oxuyanın necə birdən 2-nin çıxdığını anlamır, başa düşmür. Ona görə də ona aqressiv yanaşa bilər. Tutdunuz nə demək istəyirəm? Eləcə də bu dini fəlsəfə, din bilik, bunu din mən deyirəm, din sözün bir hələ İtalyan qırağı. Özünü dərk etmə elmi. Kainatda həmişə özünü dərk etmə elmi vardı. Tanrı hər zaman bura özünü dərk etmə elmini göndərir. Çünki özünü dərk edən Tanrını tanıyacaqdır. Və bunların münasibətləri bərpa olunacaqdır. O buradan çıxıb gedəcəkdir. Bura həbsxana xarakteri daşıyır. Qaranlıq dünyadır bura, həbsxana, əbədiyyətin həbsxanasıdır bura, yaddan çıxarmayın. Bütün kainat, planet sistemləri, qalaktikaları ilə bir yerdə, hamısı bir yerdə əbədiyyətin həbsxanasıdır. Bundan kənarda ancaq əbədiyyətdir. Ancaq əbədiyyət və biz əbədiyyətin sakinləriyik. Ona görə də bizim ruhi can
Şəxsiyyətimiz heç vaxt yaradılmayıb. Ruh heç vaxt yaradılmayıb. O əbəd olaraq mövcuddur, Tanrının özü kimi. Əbəd olaraq. Yaradılış, saxlanış, dağılış prosesi ancaq və ancaq cismə aiddir. Bizim fiziki bədənimizə. Ona görə də eləcə də dini təlimdə birində deyir ki, Allahı görmək mümkündür, o birisində deyir mümkündür. Birində deyir ki, reinkarnasiya anlayışı yoxdur, o birisində deyir vardır. Mümkündür, vardır. Bildiniz nətər? İndi burada biliksiz insan müqayisə eləyir, deyir bunların ikisindən biri düzdür. Düzdür? Bu biliksiz insandır. Amma biliyi olan insan baxır ki, bunların ikisi də haqlıdır. İkisi də düz deyir. Yəni bu həm belədir, həm də belə deyil. Buna deyirlər mütləq, absolut istina. Mütləq həqiqətdə bu həm belədir, həm də belə deyil. Başa düşdünüzmü? Niyə görə? Çünki mütləq həqiqət özündə bu ikiliyi nə edir? Rastvariyyət edir, özündə bu ikiliyi həll edir. Yox olur orada. Mütləq həqiqətdə ikilik yoxdur. İkilik sadəcə olaraq özünü bədən sayıb və yaxud da özünü ruh sayıb yaşayan canlı varlıqlar üçün məktəbdir. İkilik. Məktəbdir. Cənnət, cəhənnəm, materiya, ruh. Ruh, bədən, xeyir, şər, yaxşı, pis. Gecə, gündüz, isti, soyuq. Bu ikilik ancaq tərbiyəvi xarakter daşıyır. Kim üçün? Bizdə yaşayanlar üçün. Amma əbədiyyətdə hardan ki biz oranın sakinləri, mütləq həqiqət, mütləq bilikdir, mütləq həqiqətdə bu ikilik anlayışı yoxdur. Ona görə də Məhəmməd Peyğəmbər, Həzrət Əli əleyhissalam, İsa peyğəmbər, Budda, bunlar hamısı mütləq biliyə malik olan insanlardır. Ona görə onlar bir-birinə əks eləyən fikir deyə bilərlər. Tamamilə bir-birinə 180 dərəcədə əksdir. Və sən baxarsan deyərsən ki, bunun hansını bu deyibdir. Biliyin olandan sonra, mütləq həqiqət burada biliyi olandan sonra görürsən ki, bunların ikisini də bu deyibdir. Sadəcə olaraq buna görə ki bu iki əksliyi nə qızıl ortasını tapaq. Zalata Siricina Protivareyçi, qızıl orta. Qızıl orta gedir düz Tanrının nəyinə, dərgahına. Zalata Siricina. Protivareyçiya ondan ötürüdür ki, deyir ki, deyəsən bunun biri düzdür, biri səhv. Protivareyçiya ondan ötürü ki, əkslik. Əks fikirlər, peyğəmbərlər tərəfindən, müqəddəs kitablar tərəfindən əkslik görülür. Əkslik ondan ötürüdür ki, sən deyəsən bunun biri səhvdir, biri düz. Əgər sən hələ ki fikirləşsən ki, bu biri səhvdir, biri düz, o demək sən bilik sahibi deyilsən. Amma bilik sahibi olandan sonra görürsən ki, bunların ikisi də düzdür. Sadəcə olaraq sən bunların ikisinin qızıl ortasını tapmalısan və bu sənin nə imtihanındır, dərsindir. Yəni Allah insana ikilikdən dərs keçir, qızıl ortanın tapılmasından imtihan götürür. Görün bu qızıl ortanı tapa bilib. Çünki qızıl orta bizi bu kainatdan çıxardan yoldur. Hara? Əbədiyyətə. Belə qısaca olaraq danışdım sizə 52 dəqiqə. Bütün dinlərin hamısında reinkarnasiya hökmən vardır. Hökmən. Bunu ancaq transendental əbədiyyətin o yerə zamana şəraitə uyğunlaşdırmayan güzəşsiz fəlsəfəsini oxuyanlar bilirlər. Ona görə də müasir dövrümüzdə bu saat mütərəqqi İslam, müsəlman fədailəri çıxıblar ortalığa, onlar hamısı və onlar hələ neçə əsr bundan qabaq, neçə 100 il bundan, müddət bundan qabaq belə deyək də İmamların, İmam Cəfər Sadiqin kitabını da ortalığa qoyurlar ki, bu da İmam Cəfər Sadiq reinkarnasiyadan yazıbdır. Reinkarnasiyasız heç bir sualı cavablandırma mümkün deyil. Necə bir dinin içində müxtəlif səviyyəli insanlar var. Məsələn, adam var ki, baxırsan 12 yaşı var, 13 yaşı var, namaz qılır. 15 yaşı var, namaz qılır. Adam var ki, 75 yaşı var, hələ namaz qılmır. Hər ikisi deyir ki, mən müsəlmanam. Yəni bir dinin içinə müxtəlif səviyyəli insanların düşməyin səbəbi nədir? Müxtəlif səviyyəli insanlar, müxtəlif səviyyəyə inama malik insanlar bir dinin içində. Bir dəfə yaşayırıqsa, niyə görə bu müxtəliflik hardandır, bu rəngarənglik hardandır? Niyə görə biri kasıb doğulur, biri varlı ailəsində doğulur? Niyə görə biri gözəl doğulur, biri çirkin doğulur? Əgər biz bir dəfə yaşayırıqsa, reinkarnasiya yoxdur.
Bir dəfə yaşayırıq. Doğulmuşuq, ölürük, sonra gedib hardasa gözləyirik qiyaməti. Onda bu rəngərəngliyin arxasında hansı fəlsəfə durur? Desən ki, Tanrının şeyi durur, Tanrı belə məsləhət görüb. Onda nəyə görə kasıb öz kasıblığından narazıdır? Əgər Tanrı belə məsləhət görübsə. Kasıb öz kasıblığından narazıdır və o sual verir, niyə məhz mən? Niyə məhz mən kasıbam? Niyə məhz mən çirkinəm? Niyə məhz mən doğulanda invalid doğulmuşam? Bax, o yox. Onda Tanrının tamamilə ədalətsiz çıxartmaq olur. Başa düşürsünüzmü? Düz deyib buna, mənim bu qoyduğum suala cavab verməyə cəhd eləyənlər var. Amma onların cavabları elmi deyil, fəlsəfi deyil. İnama söykənir ancaq. Ki buna inanır və inamından çıxış eləyərək nəyisə sübut eləməyə çalışır. Amma baxırsan danışdığın arasında fəlsəfə yoxdur, bilik yoxdur, elm yoxdur. Amma bunun elmi, izahı Veda fəlsəfəsində mükəmməl şəkildə verilib ki, hər bir insan əvvəlki həyatı vardı. O ki, burada yuxarıda baxan Mehri xanımın qoyduğu məsələ var ki, orada deyir ki, onlar müraciət edirlər ki, bizi yenidən doğuldasınız ki, və biz elədiyimiz səhvləri eləməyək. Oradan da onlara dedilər ki, yox, yenidən qayıtmaq yoxdur. O həqiqətdir, o da həqiqətdir. Sadəcə olaraq oradakı həqiqəti başa düşmür də onu oxuyan ki, orada cisimdən söhbət gedir. Yəni ki, sən bu cisminlə burada səhvliklər eləmirsən, düzdür? Sənin geri qayıtmağın reinkarnasiya demək deyil ki, insan bu bədənində bir də təzədən doğulur. Yox, bu belə deyil. Reinkarnasiyanın onda mənası olmur. Reinkarnasiya deməkdir ki, mən ruhi canam, ruham, bu bədən deyiləm, ət, sümük, qan sidik nəsb birləşməsindən ibarət. Mən ruhi canam və mən ölüm anında bu ruhi can incə bədəndə bu kobud bədəni tərk eləyir, çıxır buradan. Bildiniz nətərim? Təzədəndən başqa bir dənə kobud bədən əldə edir. Məsəl üçün, bu həyatında qadın olan bundan əvvəlki həyatında kişi idi. Bu həyatında Azərbaycanda doğulan bundan əvvəlki həyatında hansısa İtaliyada yaşayırdı bəlkə də. Bildiniz, bu indi sübut olunmuş faktdır. Bunun mütəxəssisləri var, insanı nə edirlər? Geriyə qaytara bilirlər hipnozla. İnsan öz keçmiş həyatlarına qaytarıb onu duya bilir, hətta yaşaya bilir, o dildə danışa bilir. Bu Avropalılar, Amerikalılar üçün sir deyil bu. Reinkarnasiya, yəni bizim əvvəlki həyatlarımız. Bu sir deyil ki. Bugünkü gündə bu sübut olunmuş bir faktdır. Bunun haqqında əməlli başlı dokumental, sənədli faktlar vardır ki, necə insanlar özlərinin köhnə həyatlarını xatırlayırlar. Əvvəlki həyatlarını harada yaşayıblar, kim olublar, hansı bədəndə olublar. Bu, əslində bu, ancaq biliksiz, yenə deyirəm, biliksiz dindarlar, din xadimləri tərəfindən qoyulubdur və belələri tərəfindən də qorunub saxlanır. Nə? Reinkarnasiyanı təcrübə eləmək. Reinkarnasiya yoxdur. Bunu biliksiz dindarlar qoyublar, biliksizlər də onu davam elətdirirlər. Kim bilik əldə edir, bilik sahibi olur, onlar görürlər ki, yox, reinkarnasiya mövcuddur və bu heç bir dini baxışa xələl gətirmir, zidd deyil. Biz bu cismani bədənimizdə bir dəfə doğuluruq, bir dəfə yaşayırıq, cisimdə. Bizim cismimiz bircə dəfə təzahür edir, ikinci dəfə təzahür edir, heç vaxt, mümkün deyil. No, bizim ruhi can kimi şəxsiyyətimiz isə yüzlərlə, minlərlə dəfə bədənlər dəyişir. Müxtəlif bədənlərdə təzahür edir burada. Doğulur burada. Yəni biz 3 bədəndir bizdə. Bunu da deyim, qutarsın, 1 saatda danışıram. Yəni bizim 3 bədən, 3 hissədən ibarəti insan. Kobud bədənimiz, bu fiziki bədənimiz, od, su, hava, torpaq, efir elementin birləşməsidir. 5 element. Od, su, hava, torpaq, efir. Eləcə də bizim bədənimizdə 5 dənə çakra var. Bu kobud bədənimizdir. Bunun daxilində incə bədənimiz var. Bunu Veda fəlsəfəsi izah edir, yoga fəlsəfəsi. İncə bədənimiz təşkil olunub 3 şeydən. Ağıl, dərrəkə, ego. İncə bədəndir. Buna deyir incə bədən, astral bədən. O gözə görmək mümkündür, amma vardır. Hamı bilir ki, onun ağlı var, dərrəkəsi var, amma onu nə görə bilir, nə də göstərə bilir. Çünki incə maddədəndir. Onlar da maddədir, amma incədir. Bu bizim incə bədənimizdir. Bunun daxilində isə əbədiyyət bilik həzdən ibarət bizim ruhi şəxsiyyətimizdir. Ruhi can kimi şəxsiyyətimizdir.
Başa düşürsünüzmü? Necə ki biz məsəl üçün üst paltarı geyirik, onun altında alt paltarı geyirik, bir də onun altında bizim çılpaq bədənimizdir. Yatmağa gedəndə hansında gedirik? Alt paltarda. Üst paltarı çıxarır, alt paltarda gedirik yatmağa. Eləcə də ruh bu bədəni tərk eləyəndə incə bədəndə çıxır. Bu çubut bədəndən incə bədənin içində çıxır. Yatmağa gedən insan kimi. İncə bədən. Nəsə, ağıl, dərrəkə, yalançı egodan ibarət bədənin içində bizim ruhi şəxsiyyətimiz bu fiziki bədəni tərk eləyir. Və bizim bu çubut bədəndə, bu həyatımızda elədiyimiz bütün fəaliyyətlərimizin hamısının əks nəticələri barədə məlumat həmən incə bədəndə, yəni zapis olunub, yazılıbdır. Disk kimi, fleşka kimi. Və o incə bədəndə, ruhi canı o incə bədənin daxilində durur, yəni uyğun mələklərin qarşısında. Onlar o incə bədəndə olan məlumatlara baxırlar, hansı fəaliyyət həyata keçirib, hansı nəticələr yaradıb və hansı arzularla yaşayır hələ bu, arzularını həyata keçirməyib. O nəticələrə uyğun təzədəndən onu göndərirlər bu və ya digər doğuluşa. Ya bu dünyada, bu planetdə, ya başqa planetlərə göndərə bilərlər, cənnət, cəhənnəm planetinə, ya heyvan bədəninə göndərə bilərlər. Bildiniz nətəri? Həşərat bədəninə göndərə bilərlər hətta. Bu asılı olacaq o necə bu bədəni istifadə edibdir. Çubut bədəni. Bax bu reinkarnasiyanın qısa elmi danışdım sizə. Çox sağ olun diqqətinizə görə. Kimin sualı olsa buyursun versin reinkarnasiya ilə əlaqədar.